Kanadada yağışlı bir gündən salamlar. Freshko'nun qabağındayıq. Hal-hazırda girirəm Freshko'ya. Qiymətlərlə sizi tanış edəcəm. Bunlar hamısı çörək bölməsidir. Burada belə bu formada hazırlanmış qidalar var ki, bunları tufokada hazırlayıb pişirib yeyirsən. Tortlar var belə bu formada. 5 dollardır qiyməti. Amma bəziləri var ki, yəqin ki, vaxtına görədir, vaxt az qalır. 2 dollar off olub, yəni qiyməti 2 dollar endirim olunub. 3 dollaradır bunlar. O sarı etiketlər 3 dollardır. Bunlar 5 dollardır. Yəni, tortlar var, burada da var. Burada da sarı etiketli olan tortlara 50% endirim olunub. Bəzilərinə 5 dollar endirim olunub. Hətta qiyməti 14.99, 15 dollardan 10 dollara düşüb. Məsələn, bu sarı etiketlər. Freshko ümumiyyətlə mənə burada gördüyüm marketlərin içərisində ən ucuz gələnidir. Məsələn, pomidorun qiyməti burada elbə iləndir, 2 dollardır. Kiloqramı 4 dollar 40 sent. Xiyar tək-tək satılır burada, qiyməti 88 qəpikdir. Mart ayıdır hal-hazırda, yəni bəzi qidalar var ki, sezona görə deyil, amma tapmaq olur vitrinlərdə. Qiyməti amma sözsüz bahadır. Məsələn, nane 99 sentdir, kişniş 99 sentdir. 1.50 soğanın bir dəstəsinin qiymətidir. Sonra mən istifadə edirəm doğada parsley 2 dollardır qiyməti. İspanaq 2 dollardır qiyməti. Kələmin qiyməti 3 dollar yarımdır. Bir ədədinin qiymətidir amma bu. Badımcanın qiyməti çəkisinə görədir yəqin ki 3.23. Sonra biberlər var belə 5 dollardır belə paçkası. Sonra lamsı var alça, yəni 3 dollardır. Elbədə çəkinin üçdə biridir, 1 kiloqramın üçdə biridir. Üçdə birdən biraz artıqdır belə deyək. Alma var, kiloqramı qiyməti 5.50'dir. Plambın qiyməti demək 1 kilosu 6 dollar 60 qəpikdir. Almalar fərqli qiymət. Belə paçka almalar da var. Məsələn, bunların qiyməti 5 dollardır paçka ilə. Sonra bir də belə bir vitrin var burada. Bunlar endirimə düşmüş məhsullardır. Hal-hazırda vitrində az qalır. Bəyəklərin 88 qəpik idi xiyarın bir dənəsi. Burada 3 ədədi 1.50. Sonra belə soğanlar var ki, bunlar bəzən bu formada endirimə düşür. Hal-hazırda 8 dollardır, 5 dollara almaq mümkündür. Kampaniyanı gərək izləyəsən burada. Endirimlər olanda yaxşı endirimlər eləyirlər. Bunlar kalbasa məhsullarıdır. Kalbasa çoxsunda donuz əti var, amma burada halal kalbasalar da var. O firmanı da göstərim sizə. Burada biz ən çox məhsul aldığımız, kalbasa məhsulunu aldığımız firma Zabiha firmasıdır. Bu halaldır. Tərkibində donuz əti yoxdur. Milan firmasının toyuq əti var. Budlar məsələn qiyməti 16 ədəd budun qiyməti 16 dollardır. Budun birinin qiyməti 1 dollara gəlir çıxır. Sonra belə var, 13 dollardır qiyməti, 1 kiloqram yarımdır. Döş ətləri 15 dollardır. Mal ətidir bunlar. Dostu, heyvanın növünə görə də ətlərin qiyməti dəyişir. Məsələn, burada yarım kilodan biraz artıqdır, qiyməti 16 dollardır. Burada qiymə ətlər var. 1 kiloqram qiyməti 15 dollardır. Bunlar donuz ətidir. Donuz əti ağ, həm də yağlı olur. Bunlar hazır şişdə olan ətlərdir. Sadəcə qoy pişsin.
Freshko'da Ukrayna məhsullarının olan vitrin var. Orada məsələn bizim orada istifadə etdiyimiz Roşen şokoladlarıdır. Sonra Greçkadır. Məsələn hər marketdə burada Greçka tapmaq mümkün deyil. Orada Greçkadır tapırıq. Demək burada tapdıq Barjomi. Qiyməti 29.99. 30 dollardır burada Barjomi suyu. 30 dollar. Preniklərə bax. Prenik var. 4 dollar 30 qəpik. Sonra xiyar turşuları qiyməti 4 dollara düşüb. 5 dollardan 4 dollara düşüb qiyməti xiyar turşuları. 6 dollardır qiyməti. 7 dollar, 8 dollar belə qablaşdırma ilə bunların, amma çeşidləri çox olur. Bunlar böyük qablaşdırmalardır. Kiçik belə paketlərdə də tapmaq olur onları. 9.50'dir. 30 dənədir içərisində. Belə besel yağlarının qiyməti 6 dollardır. Bəzən dediyim kimi endirimə düşür. Hətta üçü bir yerdə 6 dollar olduğu vaxtlar olur. Bunlar yoğurtlardır. Amma qatığı mən özüm hazırlayıram burada. Əsl kənd qatığı, şamaxı qatığı kimi dad verir. Bunun bir dənəsi və bunun bir dənəsi 3 dollar 30 qəpik. Sonra burada belələri var. Dahi adında 3.20'dir qiymətləri. 750 qram 8'i var. Mən 4 litr sütü 7 dollar alıram. 7 dollardan da 3 litr yarım qatıq çıxır. Demək 750 qramlıq qablaşdırma 3.30'dur qiyməti. 3.30. Dadı da paraşok dadı verir. Yəni bunların bəyənənlər var, sözsüz bunları da sevənlər var, amma mən yeyə bilmirəm bu qatıqları. Ona görə biz sütü alıb özümüz hazırlayırıq qatığı. Mükəmməl də alınır. Leysin qiyməti. Leys burada mənim xoşladığım var. Görüm onu tapsam keçsin. 3 dollara düşür qiyməti. Leysi götürək. İşləyəndə eləyəndə kompüterin qabağında lazım olur. Atışdırmalıq kimi. Bunlar çox dadlıdır. Bunlar Tostitoslar. Ben bunun yekə balonlarını alıram. Bunlar bizim adcikaların dadını verir. Adcikalarına neyinidir? Burada ama müxtəlif çeşidləri var bunların. 3-4 çeşidi var. Hal-hazırda ben bundan istifadə edirəm. Bizim adcikanın neyinidir dadı? Sonra beləsi var. Bunların dadına baxmamışam. Belə var. Bunlar ümumiyyətlə bu tip məhsulları cips ilə yeməyə xoşlayırlar. Ona görə həmin bankalar cipslərin qarşısındadır. Sonra suların qiymətini deyim. Demək 7 dollar. Bu paçka su. 40 dənə yarım litrlik şüşə qiyməti 4 dollar 30 qəpik. Mənə elə gəlir normal qiymətdir. Sonra belə fıstıqlar var. Qiyməti 5 dollar yarım. Suların qiyməti, çoxların suların qiyməti məsələn 1.70'dir bunların qiyməti. Sonra bunu indi mən içən deyiləm, enerji içkiləri, bunu içənləri bilir yəqin. Qiyməti orada bizdə 1.52 manat olmalıdır səhv eləmirəmsə. Burada 3 dollar 30 qəpikdir bunlar. Yenə də deyirəm, qiymətini səhv deyə bilərəm, üzrlü sayın. Burada enerji içkilərinin qiyməti 3 dollar 30 qəpikdir. Pepsilərin qiyməti məsələn belə 6 dənəlik Pepsinin qiyməti 6 dollardır. Biri 1 dollara gəlir düşür. Mən ən çox xoşladığım 6 dollardır. Biri gəlir 1 dollara düşür. Normal qiymət bizdə də elə eyni şeydir. 1 manatdır da qiyməti onun.
Sonra belə var. Fanta var. Sprite var, kola var. Qiymətləri 7.50-dir. Qabda da 8 dənədir. 300 ml. Normaldır mənə gəlir. Qayda bunların qiyməti 4 litrlik 6 dollar olur. Qış deyəndə 50 qəpik qalxır. Niyə bunlar qışda xoşlayır marojanı? Burada beləsi var. 3 rəngdir. Götürüyorum 3 rəng. Fıstıqlar var belə qiyməti 4 dollar 50 qəpik.